Salam əziz tələbələr, mən Xurama müəllimə. Bu gün sizə 2025 yanvar tarixində keçirilən sınaq imtahanının informatika fənni üzrə suallarını izah edəcəm. Gəlin elə vaxt itirmədən birinci sualımızdan başlayaq. İlk sualımız kompüter qrafikası ilə bağlı, rəng çalarlarının hex kodları ilə bağlı bir sualdır. Xatırlatmaq istəyirəm ki, ümumiyyətlə kompüter qrafikasında istifadə olunan, buradan qeyd edirəm, əsas palitramız RGB palitrasıdır. Red, green, blue, üç əsas rəngin, belə deyək, vasitəsilə müxtəlif rəng çalarlarını əldə edirik. Burada qeyd etdiyim üç rəngin 0-dan 255-ə qədər çaları var və bu rəng çalarlarının müxtəlif formada qarışığından biz rəngləri əldə edirik. Bəzi rənglərin hex kodlarına baxaq. Məsələn, ağ, qara, qırmızı, yaşıl, göy, belə eləyirəm, siyan rəngi, bu mavi gedir ədəbiyyatlarda adətən, bəzən belə deyək, yaşıl belə deyək də tonları da qəbul olunur. İkinci, magenta. Magenta al qırmızı, bənövşəyi, çəhrayı, bəzən bu tonlar yazılır. Ona görə al qırmızı qeyd edirəm. Bir də qaldı yellow, yəni sarı rəng. Ağ rəngi almaq üçün bütün rənglərin maksimal çalarından istifadə edirik. Yəni 255-dən. 255 bu rənglərin onluq say sisteminə görə belə deyək də qiymətidir. 16-lıq say sistemində isə FF şəklində yazılır. Ona görə ağ rəngi əldə etmək üçün bütün rənglərin maksimal çalarından istifadə edirəm. Ona görə hamısı üçün FF yazacağam. Qara kompüter qrafikasında rəngsizlik qəbul edilir. Yəni bütün rənglərin 0-cı çaları bizə qaranı verir. Qırmızı almaq üçün sadəcə qırmızı lazımdır. Ona görə qırmızı üçün FF yazıb, digərlərini 0-0 edirəm. Yaşıl üçün mənə sadəcə yaşıl lazımdır deyə, yaşılı FF yazıb, digərlərini 0-0 qeyd edirəm. Göyü əldə etmək üçün də mənə sadəcə göy lazımdır, ona görə digərlərini 0-0 şəklində yazacağım. Siyan, yəni mavi rəngi daha doğrusu, yaşıl və göyün birləşməsidir. Ona görə 0-0, FF 0-0 şəklində yazılır. Magenta al qırmızı, qırmızı və göyün birləşməsinə yaranır. FF, yaşıl 00, göy FF. Sarı rəng isə qırmızı və yaşıl vasitəsilə alınır. Ona görə FF, FF və 00 şəklində yazacağım. İndi gəlin baxaq. Ağ rəng istəyir məndən bütün rənglərin maksimal çaları olmalıdır. Yəni hamısı F olmalıdır. 1B. Sarı rəngdə qırmızı və yaşıl üçün FF yazırdım. Yəni 4 dənə FF, sonra 0 olacaq Y. Göy rəngi almaq üçün sadəcə göy lazımdır. Digərləri 0 olmalıdır. Ona görə 1B, 2Y, 3C. Bu tipli suallar bizim model testlərimizdə də qarşımıza çıxır. Ona görə bilmirsinizsə rəngləri əzbərləyin. Baxıram 23-cü suala. PowerPoint ilə bağlı bir sualdır. Göstərilən əmrin nə zaman istifadə olunduğunu soruşur. Bu preview əmridir, ön baxış. Ümumiyyətlə PowerPoint-də 2 dənə əsas previewumuz var. Biri obyektə verilən animasiyanın ön baxışını görmək üçündür. Digəri isə slayda verilən keçid effektinə ön baxışı görmək üçündür. Əgər düzbucaqlı bir forma üzərində preview varsa, bu slayda verilən keçid effektidir. Amma ulduzun aşağısında preview görürsünüzsə, bu isə obyektə verilən animasiyaya keçidə baxmaq üçündür. Gəlin bunu sizə yəni formada göstərim. Yeni bir prezentasiya yaradaq. Burada bir transition tabı var. Görürsünüz. Biraz miqyası artırım. Burada da preview əmri var. Bu bizim slide verdiyimiz keçid effektinə baxmağımız üçündür. Animation'da gördüyünüz bu əmr isə obyektə verdiyiniz animasiyaya baxmaq üçün olan preview əmridir. Ona görə bu sualda cavabımız olacaq E variantı. Gəlirəm 24-cü suala. 24-cü sual akseslə bağlı bir sualdır. Elə aşağıda yazacağım, heç uzağa getmirəm. Akseslə bağlı bir sualdır və deyir ki, verilən sorğunu ödəyən neçə dənə yazı var. Bilirsiniz ki, biz yazı deyəndə sətr nəzərdə tutulur və sizdən hansı sətirlər yox, neçə sətr sorğunu ödəyir, bunu soruşur. Birinci yazıb ki, nəticə 92-yə bərabər və ondan kiçik olsun. Gəlirsiniz nəticə sütununa, 92-yə bərabər və ondan kiçik olanları tapırsınız. Birinci sətir, çünki nəticə 88-dir. 76, yəni ikinci sətir. Bir dənə də 76 var. 5-ci sətir. 81 və 92. 6-nı və 7-ni də buraya qeyd edirəm. Əndə olduğu kimi yazıram. Notda olduğu kimi yazıram. Burada not
Mötərizə daxilində iki dənə şərti tətbiq olunduğu üçün birbaşa mötərizə içində tətbiq eləsəz sizin üçün çətin olar. Ona görə not olduğu kimi qalsın. Biz bu mötərizəni ödəyən sətirləri tapaq. Yaş bərabərdir 18-ə. Gəlirsiniz yaş üstünə. 18 olanlar ikinci sətirdədir, bir də 5-dədir. Yəni yazıram 2 və 5. Or, sinif 11-ə bərabər olmayanlar. Biz bərabərlikdən istifadə edəndə bilirsiniz bu simvoldan istifadə edirik. Gündəlik həyatımızda bərabər deyil işarəsini bu şəkildə yazırıq. Amma kompüterdə, alqoritmik dildə bərabər deyil bu şəkildə yazılır. Yəni sinif 11-ə bərabər deyil. Sinifi 11 olanlar xaric, qalan hamısını götürəcəm. O da olacaq 3, bir də 5. Yəni bu mötərizə də mənə nə qaytaracaq? Or bilirsiniz birləşmədir. 2, 3, 5. Bəs bunun əvvəlində nə var? Not. Bilirsiniz ki, not mötərizə daxilindəki dəyərlərin tam tərsini götürməyinizi istəyir. Yəni bir növ deyir ki, not 2, 3, 5. Yəni 2, 3, 5 olmasın. 2, 3, 5 yox. Onda yerdə nə qalacaq bu sorğudan geriyə? 2, 3, 5 olmayacaqsa buradan baxırsınız təbii ki. 2, 3, 5-dən savayı nə qalacaq? 1, 4, 6, 7. Digər tərəfi də olduğu kimi yazıram. 1, 2, 5, 6, 7. Ən bizim orta məktəbdən bildiyimiz kəsişmədir. Soldakı və sağdakı dəyərlərdən ortaq olanları götürürük. Ortaq olanlar isə hansılardır? 1, 6, 7. Say olaraq istədiyi üçün cavabımız olur 3. Gəlirəm növbəti suala. Bu şəbəkə ilə bağlı bir sualdır. Topologiyalarla bağlıdır. Xatırlatmaq istəyirəm ki, topologiya şəbəkədə kompüterlərin birləşmə sxemidir, birləşmə ardıcıllığıdır. 3 əsas topologiyamız var. Birincisi şin topologiyasıdır. Şin topologiyasında kompüterlər əsas magistral xəttə birləşirlər. İkincisi ulduz topologiyasıdır. Ulduz topologiyasında mərkəzi bir qurğu olur. Digər kompüter və qurğular birləşir ona. Üçüncüsü isə halqadır. Onu da bu tərəfdən çəkəcəm. Halqada kompüterlər bir-biri ilə ardıcıl olaraq birləşirlər. İnformasiya bir kompüterdən ardıcıl olaraq digərinə ötürülür. İndi gəlin baxaq. Şinə aid olan fikri istəyir. Şinə aid olan. Deyir ki, verilənlər yalnız bir istiqamətdə ötürür. Bu halqadır. İstənilən zaman anında ancaq bir kompüter siqnal ötürməlidir. Bəli, bu şin topologiyasına aiddir. Çünki burada eyni anda bir neçə kompüter siqnal ötürdüyü zaman siqnalların toqquşması baş verir, yəni kollaziya yaranır. Ona görə cavabımız B-dir. Amma digər variantlarda sizin üçün oxuyuram. Şəbəkənin bir kabeli qırılsa da şəbəkənin işlək vəziyyətdə qalması saxlanılır. Bəli, məsələn, bu prinsipcə həm ulduza, həm də halqaya misal ola bilər. Halqaya yox da ulduza misal ola bilər. Çünki, məsələn, bu kabel sıradan çıxdısa, bu kompüterin işi dayanırsa, digərləri şəbəkəyə normal qoşulur. S, yəni şinə aid deyil, amma burada magistral xəttin bir hissəsi zədələnsə, bəli, ümumilikdə, bütövlükdə şəbəkənin işi dayanmış olar. Hər hansı bir kompüterin sıradan çıxması şəbəkənin işinə təsir edir. Bu da halqadır. Çünki halqada informasiya bir kompüterdən digərinə ardıcıl ötürülür. Biri sıradan çıxıbsa, artıq informasiya növbəti kompüterə ötürülə bilmir. Bütün kompüterlərin vahid mərkəzə qoşulması isə bilirsiniz ki, ulduz topologiyasında olur. Ona görə həqiqətən doğru cavabımız B variantı imiş. Gəlirəm növbəti suala. 26-cı sualda mənə deyir ki, Excel 2009 proqramında hansı len tabından bir fraqment əks olunub? Burada grid line, tor xətlərini görmək, çap etmək, heading başlıqları görmək, çap etmək. Bu yerləşir page layoutda. Gəlin bunu sizə əyani olaraq göstərim. Aha, bircə saniyə. Gəlirəm burada page layout-a. Burada görürsünüz, Sheet Options deyilən belə bir qrupumuz var. Tor xətlərini göstərib gizlətmək, görürsünüz. Və onları çap etmək üçün də qarşısına klik qoymalısınız. Heading başlıqlardır. Sətir və sütun başlıqları nəzərdə tutulur. Və bunu qaldırdığımız zaman sətir və sütun başlıqları görsənməyəcək. Çap etmək üçün də qarşısına klik qoymağınız kifayətdir. Deməli, burada bizim cavabımız həqiqətən olmalıdır page layout. Gəlirəm 27-ci suala. Doğru mülahizələri istəyir. Hardware ilə bağlı bir sualdır. Deyir ki, TV tuner müxtəlif formatlı televiziya verilişlərini qəbul edib monitorda göstərilməsini təmin edir. Bura kimi düzdür, amma çıxış qurğusu deyil. Bu səbəbdən yeni C-ni atıram. TV tuner giriş qurğusudur. Mikrofon elə sonda çıxış görən kimi silirəm. Çünki mikrofon giriş qurğusudur.
Plotter böyük formada olan qrafiki materialların daxil edilməsi üçündür. Daxil yox, çap edilməsi üçündür. 3 də səhvdir. Doğru cavabımız A qalır, amma digər variantlara baxıram. Skaner mətin, şəkil və digər qrafik informasiyanı kompüterə daxil edir. Akustik sistemlər audio məlumatları dinləmək üçündür. Web kamera vasitəsilə internetə video təsvirlər çıxarılır. Bəli. Gəlirəm növbəti suala. Növbəti sualımız Excel ilə bağlıdır və mənə deyir ki, Excel 2019 proqramında hansı riyazi funksiya deyil? SUMIF riyazi funksiyadır. SUM da var, SUMIF də var. SUM ədədləri toplayır. SUMIF şərti ödəyən ədədləri ya da xanaları toplayır. Bəli, riyazidir. Power qüvvət funksiyasıdır, riyazidir. Faktorial riyazidir. Product hasildir, riyazidir. Amma average statistik funksiyadır. Average də ortadır. Toplayırıq və topladığımız ədədlərin sayına bölürük. Bəli, çox vaxt tələbələrdə belə bir sual yaranır ki, müəllimə, bəs biz topladıq, saya böldük, yerinə gətirdiyimiz əməliyyat əslində bir riyazi əməliyyatdır, toplamaq, bölmək, amma nəticə olaraq biz orta maaş hesablayırıq bu üsulla, orta yaş həddini təyin edirik, orta stajı tapırıq və s. Yəni, orta statistik bir məlumat verir. Ona görə minimumdur, maksimumdur, count funksiyalarının hər bir növüdür və averagedir. Bunlar yadınızda qalsın ki, statistik funksiyalar. Gəlirəm 29-cu suala. 29-cu sualda vahidləri artma ardıcıllığı ilə düzməyimi istəyir. Bunu yazmamızın ən rahat qaydası təbii ki, hamısını eyni bir vahidə gətirmək və eyni bir vahidə görə gətirəndən sonra, vahidləri eyniləşdirəndən sonra artıq balacıdan böyüyə doğru düzürsünüz. Çünki artma ardıcıllığı balacıdan böyüyə doğru düzməkdir. Hər biri fərqli vahidlədir, amma bunların məsəl üçün gigabayt var, bayt 2/20-lərdədir, bit 2/20-lərlədir. Mən ona görə məsləhət görürəm ki, bunu megabayta keçirək. Deyə bilərsiniz ki, mən hamısını bitə gətirib müqayisə edə bilərəm, bəli. Bayta gətirib müqayisə edə bilərəm, bəli. Heç bir problem yoxdur. Sizin üçün vahidlərimizin ardıcıllığını yazıram balacıdan böyüyə. Bit, bayt, kilobayt, megabayt, gigabayt. Bizə bura qədər lazımdır. Qalanlarını yazmıram. Bilirsiniz ki, bu istiqamətdə vahidlər artır. Balacıdan böyüyə keçəndə bölürəm, böyüdən balacaya keçəndə vururam. Bir dənə bitlə bayt arasındakı münasibət 2/3-dür. Qalan bütün qonşu vahidlər arasında münasibət isə 2/10-dur. İndi birinci vahidimi çevirəcəm. 3 vurulsun 2/23 baytı. Çevirmək istəyirəm megabayta. Baytdan kilobayta gəlmək üçün 2/10-a bölürəm. Kilobaytdan megabayta getmək üçün bir dənə də 2/10-a. Yəni, ümumilikdə bölməliyəm. Baytı megabayta çevirmək üçün 2/20-yə. Bunlar ixtisar gedir. Qalır 2/3. 8-i də 3-ə vursam eləyir 24 megabayt. Keçirəm ikinciyə. 32-də 1 gigabaytı çevirməliyəm megabayta. Gigabaytdan megabayt da qonşudur. Gigabaytdan megabayta keçəndə böyüdən balacaya keçdiyim üçün 2/10-a vururam. Yəni 1024-ə. Bu 2/5-dir, bu da 2/10-dur. İxtisar etsəm nə qalacaq? 2/5. Yəni 32 megabayt. Baxıram üçüncüyə. 2/26 bit. Bitdən keçməliyəm megabayta. Bitdən bayta gəlmək üçün 2/3, çünki dedik olar 2/3 dəfə fərqlənir. 2/13, 2/23. 2/26-nı da 2/23-ə bölsəm, qalacaq 2/3. Yəni 8 megabayt. Dördüncü də zaten 16 megabayt idi. Artan sırayla düzsəm balacıdan böyüyə getməliyəm. Birinci 8 gəlməlidir, yəni 3. Sonra 16 gəlməlidir, yəni 4. Sonra 24 gəlməlidir, yəni 1. Sonra 32 gəlməlidir, yəni 2. 3, 4, 1, 2. Cavabımız olmalıdır E variantı. Baxıram növbəti suala. Növbəti sual akseslə bağlıdır. Bu tipli sualları cavablandırmaq üçün mütləq vacibdir ki, siz həqiqətən akseslə bağlı, modellərlə bağlı nəzəriyyəni biləsiniz. Yoxsa məntiqən taparam, uyğunlaşdıraram. Bu çətindir. Yəni, siz burada konkret olaraq həqiqətən bilməlisiniz ki, doğru fikirlər hansılardır. Yanlış olanları bu dəfə məndən istəyir. Ona görə mən doğruları siləcəm ki, yanlışı tapaq. Başlayıram elə birinci cümlədən. Deyir ki, hər bir sahədə bir obyekt haqqında verilənlər saxlanılır. Sahə deyəndə sütun başa düşürük və hər hansı bir sütunda bir məlumat saxlanılır. Məsələn, adlar, soyadlar. Yəni, bir obyekt haqqında məlumatlar olur.
Bunu sizə yəni necə göstərə bilərəm? Gəlin belə bir şey eləyək. Bundan əvvəl biz sizlə bir aksistinə bağlı sual işləmişdik. Burada yoldaşlar, sahə deyəndə məsələn bu başa düşülür. Ad, ID, soyad, şəhər. Sətirdir, yazı deyəndə isə 1, 2, 3, 4. Görürsüz, mənim burada, məsəl üçün ad üstünümdə ancaq bircə saniyə səliqəsiz çəkdim. Baxın, burada ancaq ad haqqında məlumat var. Burada ancaq soyad haqqında məlumat var və s. Amma bir sətirdə obyekt haqqında bütün məlumat var. Adı var, soyadı var, şəhəri var, yaşı var, sinifi var, nəticəsi var. Deməli, bir obyekt haqqında məlumatı mənə nə verir? Sətir. Amma sütun sadəcə bir xüsusiyyət haqqında məlumat verir. Ancaq adlar, ancaq soyadlar. Ona görə hardaydıq? Sualın üzərində yazırdıq. Ona görə avtomatik olaraq məndə burada birinci cümlə yanlışdır. Yanlışları istədiyi üçün də biri götürəcəm. İkinci cümlədə deyir ki, hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Sahə deyəndə bir də xatırladıram, sütun başa düşülür. Onu unikal edən, digərlərinə fərqləndirən bəli adıdır. Çünki bazada sütun adları, sahə adları təkrarlanmır. 2 düzdür. Səhv olanlar mənə səhv olanlar lazımdır deyə düz olanı atıram. Cədvəldə 255-ə qədər sahə ola bilər. Yəni demək istəyir ki, cədvəldə 255 dənə sütun ola bilər. Bəli, bu həqiqətən belədir. Ona görə 3-ü də atıram, çünki mən yanlışları tapmalıyam. Sahə adının uzunluğu 35 simvoldan çox ola bilməz. Sahə adı deyəndə sütun adı başa düşür və o 64 simvol ola bilər maksimum. Ona görə 4 səhvdir. 5-ci cümlədə deyir ki, sahənin xüsusiyyətində 64-ə qədər simvol ola bilər. Yoldaşlar, bu da səhvdir. 6-da isə deyir ki, hər bir sahədə eyni tipdə olan verilənlər saxlanılır. Bəli, adlar, soyadlar və s. hamısının tipləri eynidir. Belə deyək, qısa mətindir, uzun mətindir, ədəddir, böyük ədəddir, pul vahididir və s. Səhv cavablarımız oldu həqiqətən 1, 4 və 5. Gəlirəm 31-ci suala, Word-la bağlı bir sualdır. Burada düymələri isə xatırlatmaq istəyirəm. Sadəcə sağa ox, bir simvol sağa keçmək üçündür. Kontrolla klikləyəndə bu düymə biraz daha böyük iş görür. Yəni, kontrol sağa oxa basanda bir söz sağa keçirsiniz. Bayaq bir simvol idi, indi bir sözdür. Shift-in əsas işi isə seçməkdir. Yəni, Shift-i hər hansı bir düymə ilə basanda adətən seçmək funksiyasını həyata keçirəcək. Kontrol sağa ox, bir söz sağa keçirdi. Shift-lə basanda nə baş verəcək? Bir söz sağa seçəcək. Ona görə cavabımız olacaq A variantı. Düymələrin ayrı-ayrılıqda funksiyalarını bilsiniz əslində, kombinasiyaları rahat şəkildə cavablandıra bilərsiniz. Gəlirəm 32-ci suala, algoritmlə bağlı bir sualdır. Gəlin belə bir blok sxemə baxaq. Bu algoritm növ olaraq dövrüdür. Deyə bilərsiniz ki, müəllimə hardan bildiniz dövrüdür. Baxan kimi necə rahat tapa bilərsiniz. Geriyə qayıdan ox varsa bu dövrüdür. Hətta dövrünün ön şərtli növünə aiddir. Çünki geriyə qayıdan ox birbaşa hansı bloka birləşir? Şərt blokuna, yəni seçmə blokuna birləşir. Gəlin baxaq. Deyir, algoritm icrasından sonra nəticəni müəyyən edin. Başlayıram algoritmi oxları izləyərək yerinə yetirməyə. Deyir ki, V bərabərdir 13, P bərabərdir 17. Tamam. Oxla düşüb şərt yoxlayıram ki, P 20-dən kiçikdirmi? P 17 idi. 17 20-dən kiçikdir. Deyirsiniz ki, bəli. Bəli deyəndən sonra düşürsünüz aşağı. Belə bir şərt yoxluyursunuz. Deyirsiniz ki, V P-dən kiçik bərabərdir. V 13-dür, P 17-dir. Bəli, 13 17-dən bərabər olmasa da, yəni 13 17-yə bərabər olmasa da kiçikdir. Yenə də hə dediyim üçün düşürəm aşağı. V-nin qiymətini 2 vahid artırıram, P-nin qiymətini 4 vahid azaldıram. V-nin qiyməti 2 vahid artanda olur 15, artıq bu yoxdur. P-nin qiymətində 4 vahid azaldacağım, olacaq 13, artıq bu yoxdur. Sonra yenidən görürsünüz, şərt məni bura gətirir ki, gəl bunu bir də yoxla. Deyirəm ki, P 20-dən kiçikdirmi? 13 20-dən kiçikdirmi? Yenə deyirəm, hə. Düşürəm aşağı. V-nin P-dən kiçik bərabər olmağını yoxlayıram. Deyirəm ki, 15 13-dən kiçik bərabərdirmi? Bu dəfə deyirəm, yox, gəlirəm bura. Bura gələndə V-nin qiymətini bir vahid azaltmalıyam. Son qiymət 15 idi. Bir vahid azaldı, oldu 14. P-nin qiymətini 5 vahid artırsam 13 idi. 5 vahid artanda olacaq 18. Gəlirəm buradan da artıq gedirəm, təbii ki, bircə saniyə. Hə, bu məni buradan gətirəcək, çıxışa getmirəm. Görürsünüz, bura gəlirəm, bu məni yenidən buradan gətirəcək, bu şərti yoxlamağıma. Deyir ki, P 20-dən kiçikdir, 18 20-dən kiçikdir. Bu dəfə deyirəm, hə dediyim üçün düşürəm aşağı. Bu şərti yoxlayıram ki, V P-dən kiçik bərabərdirmi?
14 18-dən kiçik bərabərdirmi? Hə. Hə dedim, düşdüm aşağı. V-nin qiymətini 2 vahid artırdım. Oldu 16. P-nin qiymətini 4 vahid azaltdım. Oldu 14. Bu dəfə də gəlib şərt yoxlayıram ki, P 20-dən kiçikdirmi? P məndə 14-dür. Bəli, 14 20-dən kiçikdir. Yəni də hə deyib aşağı düşürəm. V P-dən kiçik bərabərdirmi? 16 14-dən kiçik bərabərdirmi? Deyirəm ki, yox. Gəlirəm bura. 16-nın qiymətini 1 vahid azaldıram, yəni V-ni. Edirəm 15. P-nin qiyməti də 5 vahid artır. Olur 19. Bu V-nin qiymətidir. Bu isə P-nin. Sonra yenidən gəlirəm, şərt yoxlayıram. Deyirəm ki, 19 20-dən kiçikdirmi? Deyirəm ki, bəli. Düşdüm aşağı. V P-dən kiçik bərabərdirmi? 15 19-dan kiçik bərabərdir. Bəli, bura düşürəm. V-nin qiymətini 2 vahid artırıram. V oldu 17. P-nin qiymətini isə 4 vahid azaldırıram. Bu da oldu 15. Artıq bunlar yoxdur. Gəlib şərt yoxlayanda deyirəm ki, 15 20-dən kiçikdirmi? Bəli. Aşağı düşürəm. Ümid edirəm ki, nəsə hesab səhv etməmişəm. Deyirəm ki, V P-dən kiçik bərabərdirmi? V 17 idi. 17 15-dən kiçik bərabərdirmi? Deyirəm ki, yox. Gəlirəm bura. V-nin qiymətini 1 vahid azaldıram. Olur 16. P-nin qiymətini 5 vahid artırıram. Olur 20. Gəlib bu dəfə şərt yoxlayanda deyirəm ki, 20 20-dən kiçikdirmi? Deyirəm yox. Gedirəm çıxışa. Son olaraq V-nin qiyməti 16 oldu. P-nin qiyməti 20 oldu. Topladıq. Oldu 36. Ümid edirəm ki, nəsə texniki bir səhv etməmişəm. Etmişəmsə də bilmirəm, bəlkə yazarsınız, düzəldərək. Amma yəqin ki, nəsə hesab səhvim olub. Ümid edirəm ki, ümumi məntiqi başa düşdünüz. Baxıram 33-cü suala, PowerPoint ilə bağlıdır. Deyir ki, hansı rejimdə təqdimatda olan bütün slaydlar ekranda cədvəl formatda nizamlı şəkildə görünür. Slaydların hamısına bir pəncərədə baxmaq və onların düzülmə ardıcıllığında dəyişiklik etmək mümkündür. Gəlin bunu sizə əyani olaraq göstərim. PowerPoint-ə gəlirəm və burada mən sizin üçün bir neçə dənə slayd əlavə edirəm. View-dan gəlib slayd sorter rejiminə keçirəm. Burada mən bütün slaydlarımı ekranda görürəm və onları sürükləyərək əslində ardıcıllıqlarını rahat şəkildə dəyişdirə bilirəm. Ona görə burada cavabımız olmalıdır slide sorter. Növbəti sualımıza keçirəm. Növbəti sualımız Word ilə bağlıdır. Bir çap məsələsidir. Gəlin baxaq. Bizə deyir ki, 30 səhifəlik sənəd aşağıdakı parametrdən çapa göndərilir. Bizdən soruşur ki, neçə A4 vərəqi çap olunar? Hansı səhifələr çap olunacaq, onu sizə verir. 5-dən 12-yə qədər səhifə sayını tapmaq üçün ya 5-dən 12-yə qədər sayırsınız, bilirsiniz də burada 5 də daxildir, 12 də daxildir. Ya da ki, 12-dən 5 çıxıb üstünə 1 gəlirsiniz. 7-si burada, 15, biri burada. 18-dən 22-yə qədər olan hissədə 22 çıx 18 eləyəcək 4, üstünə 1 gəlsən 5. 35 çıx 27, 8, üstünə 1 gəlsəm 9. Bunları toplasam 8, 13 və 22. Tapacam ki, 22 səhifə çap olunacaq. Ümumiyyətlə, yazmağı unutdum. Birinci bu, ikinci bu, üçüncü bu, dördüncü də baxmalı olduğunuz hissə budur. Səhifə sayını tapdıq. İkinci baxıram, one side-dır mı, yoxsa both side-dır mı? One yazılıbsa səhifə sayını 1-ə bölürəm, yəni qalır olduğu kimi. Əgər orada both yazılsaydı, yəni iki tərəfli çap olunur deməkdir. Onda səhifə sayını qənaət etdiyimiz üçün bölürük 2-yə. Üçüncü addımda gəlib burada page per sheet-dən əvvəlki rəqəmə baxıram. Orada yazıla bilər 1, 2, 4, 6, 8, 16. Nə yazılıbsa, aldığımız rəqəmi böləcəyik ona. Yəni 22-ni böləcəm 4-ə, eləyəcək 5 tam neçəsə. Artıq 5 tam neçəsə aldıqsa, düşünmədən bunu yuvaraqlaşdırırıq 6-ya. Çünki 5 vərəq tam, bir də məsələn 1 vərəq yarı çap olunur deyə bilmərəm. Deməli 6 vərəq lazımdır mənə. Dördüncü etapda isə kopya sayına vururam. Yəni 6-nı vuracam 5-ə, cavabım olacaq 30. Hər zaman kopya sayına vurduğumuz üçün cavabımız kopya sayına bölünən bir ədəd olmalıdır. Bu da nəzərinizdə olsun. Məsələn, imtahanda cavabı tapmırsınız, nəsə yazmalısınız. Ən azından kopya sayına bölünən bir ədəd seçin. Düzdür, burada mənim belə deyək də həll elədiyim misalda bütün variantlar 5-ə bölünür, amma ola bilər ki, qəbulda belə bir vəziyyətlə qarşılaşmayasınız. Ona görə hər ehtimala diqqətli olun. Bilin ki, kopya sayına sonda vurduğum üçün mütləq kopya sayına bölünən bir cavab tapmalıyam. Baxıram 35-ci suala. Deyir ki, şəbəkə trafikində baş verən zərərli fəaliyyətlərin və icazəsiz qoşulmaların aşkarlanması üçün istifadə olunan sistemlər necə adlanır?
Bizə müxtəlif sistemlərin adlarını qeyd eləyir. Burada cavabımız olacaq Y variantı. Bu təhlükəsizliklə bağlı olan bir sualdır. Və Y variantındakı sistem, belə deyək, bu sistem ümumiyyətlə hər hansı bir müdaxilə zamanı, müdaxilənin aşkarlanması kimi bir tərcüməyə malikdir və hər hansı bir şübhəli hal baş verəndə, şəbəkəni izləyərkən, şəbəkənin izlənilməsini müəyyənləşdirərkən onu öncədən aşkarlayıb, onunla bağlı xəbərdarlıq etmək üçün istifadə olunan bir sistemdir. Baxıram 36-cı suala. Deyir ki, öz mühitindən çıxmadan müxtəlif proqramların birlikdə tətbiqi, bir-birinin funksiyalarını müraciət etmək hansı texnologiyadır? Bilirsiniz ki, Windows'un 3 əsas texnologiyası var. Plug Play, qoş və işlət, qurğuların avtomatik olaraq tanınması əməliyyat sistemi tərəfindən, drag drop, obyekti sürükləyərək yerini dəyişdirmək və yaxud da kopyalamaq. Bir də OLE, proqramların birgə fəaliyyəti, birinin daxilində digərindən istifadə etmək. Avtomatik olaraq burada cavabımız olmalıdır. Y variantı. Gəlirəm növbəti suala. Növbəti sual 37-ci sual. Word-la bağlı bir sualdır. Deyir ki, review tabında hansı əməliyyatları yerinə yetirmək olar? Qısası, səhifələr nömrələmək insertdədir. Reviewda deyil. Kitab, jurnal, məqaləsi, mətbuat, mənbə kimi göstərmək referensdədir. Orfoqrafik qrammatik səhvlərin yoxlanılması. Bəli, bu bütün ofis proqramlarında reviewdadır. Komment yerləşdirmək, bu adətən insertdə də olur, reviewda da olur, amma reviewda da var, götürə bilərəm. Səhifə sonu və sənəd sonu haşiyələrin yaradılması, bu da referensdir. Formatlaşdırmaya məhdudiyyət qoymaq, yəni restrict editing əmri, bəli, bu da reviewdadır. 3, 4 və 6. Gəlin bunu sizə əyani olaraq da göstərim. Təmizləyirəm bu hissəni. Sizin üçün bir Word açıram. Boş bir sənəd yaradaq. Birincisi, səhifələr nömrələmək, page number insertdədir. İkinci, referenslə bağlı suallar düşmüşdür. Sənədin və səhifənin sonuna qeydlər əlavə etmək buradadır. Və məsəl üçün mənbələr əlavə eləmək, işarələr əlavə etmək və s. hamısını gəlib buradan nizamlaya bilərsiniz. Sonra reviewda isə bəli, qrammatika və orfoqrafiyanın yoxlanılması, kommentin əlavə olunması və həm formata, həm də redaktiyaya müxtəlif məhdudiyyətlərin qoyulmasını buradan təmin edə bilərik. Davam edirəm növbəti suala. 38-ci sual Windows-la bağlıdır və mənə deyir ki, Windows 11 əməliyyat sistemində Ctrl-Escape düyməsi hansı funksiyanı yerinə yetirir? Yəni, biz Ctrl-Escape düyməsinə bastığımız zaman hansı pəncərə açılacaq bizim üçün? Yoldaşlar, biz bunu Windows-u keçəndə demişdik. Start menünün üzərinə klikləyəndə Start menünü aça bilərəm. Klaviaturadakı Windows düyməsinə klikləyəndə onu aça bilərəm. Bir də Ctrl-Escape düyməsinə klikləyərək Start menünü aça bilərsiniz. Deməli, bizim burada cavabımız olacaq Start menü, yəni başlat menüsü açılır. D variantı. Gəlirəm 39-cu suala. 39-cu sual axtarış sistemləri ilə bağlıdır. Ümumiyyətlə, burada mənə deyir ki, axtarış sorğusunun nəticəsində tapılan hər hansı bir web səhifə verilən sorğuya məntiqi uyğunluq səviyyəsinə nə deyilir? Ümumiyyətlə, axtarış sistemlərinin 5 əsas xarakteristikası var. Bunlar hansılardır? Birinci, aktuallıq. İkinci, arama sürəti. Üçüncü, dəqiqlik. Dördüncü, əyanilik və beşinci, tamlıq. Bundan əlavə olaraq biz bilməliyik ki, axtarış sistemləri ilə bağlı bəzi anlayışlar var. Məsəl üçün, var axtarış sistemlərinin relevantlığı. Axtarış sistemlərinin relevantlığı deyəndə, tapılan, daha doğrusu bizim verdiyimiz sorğunun nəticəsində tapdığımız web səhifənin ya da web səhifələrin bizim sorğuya nə dərəcə məntiqi uyğun olmasıdır. Ona görə burada cavabımız olacaq C variantı. İndeksləşdirmə nə üçün istifadə olunur? İndeksləşdirmə deyəndə biz ümumiyyətlə axtarış sistemlərində sorğu yazarkən məlumatın, bir çox açar sözlərin, xülasələrin, domenlərin daha ön plana gəlməsi üçün onların avtomatik şəkildə yaradılma proseduru başa düşürük. Bu indeksləşdirmədir. Digərləri isə zaten xassələrlə əlaqəlidir. Məncə onlar aydındır. Onlar haqqında geniş danışmıram. Baxıram 40-cı suala, say sistemi ilə bağlı bir sualdır. Deyir ki, 816 onluq ədədinin 16-lıq say sistemindəki təsvirində neçə rəqəmli ədəd alınacağını müəyyən edin. 816-nı biraz daha sadə yazsam, 8 2-nin kubudur. Bu da 16-dır. Qüvvət üstü qüvvət olduğu üçün bunlar vurulur.
Bunu müxtəlif üsullarla yaza bilərsiniz, amma mən sizə belə bir rahat üsul deyəcəm. Bilirsiniz ki, 200 n ədədi kompüterin yaddaşında, yəni kiçik sayı sistemi şəklində yazsam, bir dənə 1, n dənə sıfırdan ibarət olacaq. Mənə verilən bu ədəd isə 248 şəklindədir. Yəni onun ikilik sayı sistemindəki yazılışında bir dənə 1, 48 dənə də 0 olacaq. Və siz bilirsiniz ki, biz ikilik sayı sistemindən onlatlıq sayı sisteminə keçəndə verilən ədədi sağdan sola doğru 4-4 ayıracaq və dördlülərə uyğun olaraq rəqəmlərini təyin edəcəyik. Burada 48 dənə 0 var, bir dənə isə 1 rəqəmi var. Yəni ümumi 49 var. Bunu sağdan sola 4-4 ayırsaq, yəni 48-i 4-ə bölsək, 16 dənə 0 burada yaranacaq. Ən axırıncı hissədə isə qalacaq 1. Yəni 17-ci rəqəmdə bu 1 olacaq. Ona görə 17 rəqəmli bir ədəd əldə etmiş olacaq. Bir də deyirəm, biz ikilik sayı sistemindən 16-lıq sayı sisteminə keçəndə verilən ədədi sağdan sola doğru 4-4 ayırırdıq və 8-4-2-1 şəklində üzərində rəqəmlər yazıb misalın belə deyək də qalan hissəsini həll edirdik. Yəni neçə dənə dördlü alınırdısa, deməli ədəddə o qədər rəqəm var. Mən də 48-i 4 yerə bölsəm, üzr istəyirəm, burada 48-i 4-ə səhv bölmüşəm. 48-i 4-ə bölsəm burada, bunu unudun, 12 dənə hissə olacaq, sırf sıfırlardan ibarət. Ən axırda bir dənə də bir rəqəmi olan hissə olacaq. Yəni ümumilikdə 13 dənə hissə olacaq. Bu 13 dənə hissə isə mənim üçün 13 dənə rəqəmə çevriləcək. Ona görə cavabımız olur B variantı. Gəlirəm növbəti suala. Növbəti sualımız belə bir sualdır. Deyir ki, cədvəldə faylların adları və onların həcmləri verilib. 4 kilobaytlıq klasterə malik olan diskdə yerləşdirilir və mənə deyir ki, video faylların həcminin neçə kilobayt olduğunu hesablayın. Video faylların həcmlərinin cəminin neçə kilobayt olduğunu hesablayın. Deməli, yoldaşlar, 4 kilobaytlıq klasterə bölünübsə, söhbət gedir interfeys fayl sistemi ilə. Burada mənə videolar lazımdır. Ona görə faylların nöqtədən sağdakı hissəsinə baxacağam. Ancaq video olanları götürəcəm. Bilirsiniz ki, AVI video formatdır, yəni bunu götürəcəyik. WAV bilirsiniz ki, musiqi formatdır, bunu götürmürük. BMP şəkil formatıdır, götürmürük. MP3 musiqidir, götürmürəm. VOP bəli, video formatdır, götürürük. Daha doğrusu MPG video formatda götürürəm, PNG isə qrafik formatdır. Bunun asan üsulunu öyrətmişdim sizə. Faylları təyin etdik. 26 kilobayt, 33 kilobayt və 17 kilobaytdan ibarət olan fayllardır. Bunun asan üsulunu sizə necə öyrətmişdim? Deyirdim ki, əgər klasterləşmə 4 kilobaytdırsa, faylın həcmi 4-ə bölünmürsə, ondan sonra 4-ə bölünən ilk ədəd sizin cavabınızdır. 26 4-ə bölünmədiyi üçün 26-dan sonra 4-ə bölünən ilk ədəd neçədir? 28. Deməli, bu fayl diskdə 28 kilobayt yer tutacaq. İndi baxıram ikinci fayla. Baxıram ki, 33 4-ə bölünmür. Ona görə demişəm ki, 33-dən sonra 4-ə bölünən ilk ədəd cavabınızdır. Yəni, 36 kilobayt olacaq. 17 4-ə bölünmür. 17-dən sonra 4-ə bölünən ilk ədəd 20-dir. Ona görə cavabımız olacaq burada 20 kilobayt. Bunları da toplasaz 28, 36, 20 olacaq 8, 4, 84 kilobayt. Əgər burada klasterləşmə 3 verilsəydi, verilən ədəd 3-ə bölünmürsə, ondan sonra 3-ə bölünən ilk ədəd cavabınız idi. Bu şəkildə baxırsınız məsələyə. Gəlirəm 42-ci suala. Deyir ki, ikinci nəsil kompüterlərə aid olmayanları istəyir. Baxıram, element bazası yarım keçiricilərdən, diod və tranzistordan ibarət edir. Bu ikinci nəslə aiddir. İkinci nəslə aid olmayanları istədiyi üçün bir atdım. Mətin tipli informasiyanın emalı, bəli, bu ikinci nəsildə başladı. Ona aid olanları istəmədiyi üçün 2-ni də atdım. Maqnit disklərdən istifadə üçüncü nəslə aid idi. Ona görə bunu götürəcəm. Algoritmik dillərdən istifadə ikinci nəslə aid idi. Bunu götürmürük. Asinxron quruluş üçüncü nəsildir. Götürəcəyik. Bir neçə proqramın yerinə yetirilməsi multiproqram rejimidir. Bu da 3-dədir. 2 aid olmadığı üçün bunu da götürəcəm. Olacaq 3, 5 və 6. Gəlirəm 43-cü suala. Biz bu tipli suallar sizdən görmüşük. Hətta təkrar dərslərdə son işlədiyimiz qəbulların birində də belə bir sual var idi. Tip olaraq çətin sual deyil əslində. Gəlin baxaq.
Burada mənə deyir ki, qurulan diaqramın A2-C2 diapazonuna uyğun olması üçün verilən elektron cədvəl fraqmentində B1 xanasına nə yazılmalıdır? Burada 3 dənə faiz görürsünüz. 40%, 10%, 50%. Bu faizlər A2-C2 diapazonuna uyğundur. Yəni A2, B2 və C2 xanalarının müvafiq olaraq faizləri bu 3 dənə faizdən birinə uyğunlaşır. Amma bilmirəm, hansı faizləndir? Bunu hələ ki bilmirik. Hesablamağa çalışsam, A2 xanasında belə bir düstur var ki, A1 üstə gəl C1 vur B1. A1-də 12 yazılıb, C1-də 8. 12 ilə 8-i toplasam 20. B1-i bilmədiyim üçün bu olacaq 20 vur X. İkinci bu bilirsiniz qüvvət işarəsidir. A1-in kvadratı çıx C1-in kvadratı. Yəni 12-nin kvadratı çıx 8-in kvadratı. 12-nin kvadratı bilirsiniz 144-dür, 8-in kvadratı 64-dür. 144-dən də 64-ü çıxsaz, eləyəcək 80. Ümid edirəm ki, texniki bir səhv eləmirəm. Nəsə bugün hesabladığım suallarda texniki səhvlər olur. Bu da eləməlidir 80. Əgər səhv hesablamadımsa, bəli, biz nəhayət bunun dəyərini tapdıq. İndi gəlib C2-ni hesablasam, A1-dən C1 çıxmalıyam. Yəni 12-dən 8 çıxmalıyam 4. B1-i bilmədiyim üçün onu da vurmalıyam X-a. Yəni bu da olacaq 4 vurulsun X. İndi bu ədədlərə və faizlərə baxıram. Faizlərə baxanda görürəm ki, biri 40-dır, biri 10-dur, biri 50-dir. Yəni, iki ədədin faizlə cəmi üçüncüyə bərabər olub. Deməli, ədədlərdən ikisini toplayanda üçüncüsünü mənə verməlidir. Digər baxıram ki, ədədlərin biri 10%-dir, biri 40%-dir. Deməli, birinci ədəd üçüncü ədəddən 4 dəfə kiçikdir. Birinci ədəd ikinci ədəddən 5 dəfə kiçikdir. Faizlərə görə bunu tapıram. Ədədlərə görə müqayisə eləsəm, baxın, biri bir növ 20x-dır, biri 4x-dır. Aralarındakı fərq neçə dəfədir? 5 dəfə. Deməli, aralarındakı fərq 5 dəfə olduğu üçün, yəni 20x 4x-dan 5 dəfə böyük olduğu üçün deyə bilərəm, ona uyğun gələn faiz neçədir? 50%. Onda 4x-ə uyğun gələn faiz nə olmalıdır? 10%. Avtomatik olaraq tapıram ki, 40%-ə uyğun gələn ədəd isə 80-dir. Yəni, sadə bir tənasüb qururam ki, əgər 80-ə 40% uyğun gəlirsə, o halda 4x-a hansı faiz uyğun gəlir? Yəni 10%. Sadələşdirsəm, 4x tənasübdə bilirsiniz, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Onda x da bərabərdir, 80 vur 10, böl 4 vur 40. Bu 40-dan bu 80 ixtisar gedir. Burada qalır 2. Bu 2 ilə bu ixtisar gedir. Burada qalır 2. Bu 2 ilə bu 10 ixtisar eləsəm, burada qalır 5. Tapıram ki, x, yəni B1 nəyə bərabər imiş? 5-ə. Gəlirəm növbəti suala. Növbəti suala baxıram. 44-cü suala. 44-cü sual Windows 11 ilə əlaqəlidir. Deyir ki, File Explorer pəncərəsində olan obyektlərin hansı görünüş rejimində piktoqramlar orta ölçüdə olur? Gəlin baxaq. File Explorer adətən taskbarda yerləşən bir proqramımızdır və burada hər hansı bir qovluğa daxil olanda View bölməsinə keçid edib piktoqramların görünüşünü nizamlaya bilərəm. Extra large adı üzərində ekstra böyük ölçüdə obyektləri yerləşdirir. Large böyük ölçüdə yerləşdirəcək. Medium isə orta ölçüdə. Deməli, birinci cavabımız mediumdur. İkinci, bu small icondur. Adı üzərində kiçik ölçülərinə yerləşdirir. List ilə small'un görünüş ölçüsü eynidir. Düzdür, yerləşməsi biraz fərqlidir, amma görünüş ölçüsü eynidir. Deməli, list də balacadır. Ona görə small'u da listi də atmalısınız. Detal rejimində piktoqramlar yenə balaca ölçüdə olur. Sadəcə burada sütunlar yaranır deyə, daha detallı məlumat əldə edirik deyə rejimimizin adı detaldır. Tile'da obyektlər, görürsünüz, orta ölçüdədir. Deməli, bunu da götürə bilərəm. Baxıram kontentə. Kontentdə də obyektlər əslində nə çox balacadır, nə də çox böyükdür, orta ölçüyə yaxındır. Adətən də, belə deyək də, 6 cümləli, 6 sual, 6 var seçimli suallarımızda 3 cavab doğru, 3 cavab səhv olduğu üçün onu da götürə bilərik. Deməli, tile götürəcəm. Listi xatırladınız ki, atdıq, detalı atdıq, small'u atdıq. Kontenti dediyi götürəcək və medium'u götürəcək. Ona görə cavabımız olur 1, 2 və 6. Gəlirəm nəhayət 45 və 46-cı suala. 46 şifahidir, gəlin onu yazaq. Sonra keçək 45-ci suala. Qeyri-hökumət təşkilatları deyəndə qeyri-kommersiya təşkilatları da qəbul edilir. Ona görə üz üstürəm, orq yazacağım. Çünki com kommersiyadır. Yəni, aid olacaq B. Hərbi müəssisələr militarydir. Ona görə aid olacaq mil. Dövlət təşkilatı government sözündən aid olacaq C.
Yəni 1 B, 2 mil D variantı 2D, 3 isə dövlət təşkilatları isə C. Komkommersiyadır, orq qeyri-kommersiyadır, yəni qeyri-hökumətli, qov hökumətdir, dövlət təşkilatıdır, mil hərbidir, int isə international sözündəndir, beynəlxalq dama ünvanlarını göstərir. Nəhayət gəlirik sonuncu sualımıza. Gəlin sualı kəsim, daha aydın şəkildə baxaq. Bunu Word-də də göstərəcəm. Nəzəri olaraq da izah eləyəcəm sizin üçün. Aha, birinci baxıram, 45-ci sualda deyir ki, 6 sətirdən və 5 sütundan ibarət olan bir cədvəl verilib. Sizin üçün o cədvəli əyani olaraq çəkəcəm. Biraz səlqəsiz olsa əgər, üzrlü hesab eləyin. 6 dənə sətrim olacaq. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 4, 5 və 6. 5 dənə də sütunumuz olacaq. Birinci sütun, ikinci sütun, üçüncü və dördüncü sütun. Bunu da bölürəm, olsun 5-ci sütun. Deməli, yoldaşlar, deyir ki, ikinci və üçüncü sətrin bütün sütunları seçilib. İkinci sətrin, söhbət buradan gedir. Və üçüncü sətrin bütün sütunları seçilib. Yəni, bura tamamilə seçilib. Deməli, yoldaşlar, ikinci və üçüncü sətri seçib merge cell əmrinə klikləmişəmsə, buradakı bütün xanalar birləşəcək, çünki merge cell birləşdirməkdir və burada cəmi olacaq bir dənə xana. Hətta bunu pozub sizə daha aydın formada, əgər poza bilmədim, təəssüf ki, müəyyən bir hissəni poza bilmədim. Amma indi Word-də də göstərəcəm, hələ ki, belə deyək də təsəvvür edək. Burada yaranacaq ümumi bir dənə xana, çünki merge cell seçilən xanaları birləşdirir. Sonra deyir ki, 5-ci sətrin ilk iki xanasının hər biri üçün 1, artıq bura oldu 2, çünki birləşdi. 3, 4, 5. 5-ci sətrin bu xanası və bu xanası üçün də bu əmr tətbiq olunur. Mənə deyir ki, bundan sonra cədvəldə neçə dənə xana olacaq? Yoldaşlar, bu split cell əmridir. Yəni, xananı böl. 5 dənə sütuna, 3 dənə sətrə. Aşağıda belə bir vacib əmr var ki, bölməmişdən əvvəl xanaları birləşdir. Amma görürsünüz, əmrin qarşısında heç bir klik yoxdur. Əmrin qarşısında klik olmadığı üçün biz onu tətbiq etməyəcəyik. Bircə saniyə. Əmrin qarşısında klik olmadığı üçün biz onu tətbiq etməyəcəyik. Yəni, elə xanaları 5 sütuna 3 sətrə böləcəyik. Əvvəlcə bunu 5 sütuna 3 sətrə böləcəm, sonra bunu. Çəkməyim təbii ki, çox qarşı olacaq. Ona görə ümumi xana sayını yazıram. 5 sütun 3 sətrə bölürəmsə 15 xana burada yaranır. 15 xana da burada yaranır. Nəticədə yaranan xanalar birinci sətirdə olacaq. Neçə dənə sütunumuz var idi? 5 dənə. 1, 2, 3, 4, 5. 5 xana buradadır. Bir xana buradadır, 6, 1, 2, 3, bunlar zaten toxunmamışdım, 5, 5, 15, 15, 30, 31, 32, 33, 33 dənəsi də burada olacaq. 5, 5, 5, bu 15 eləyəcək 48, biri də burada 49 xana. Bu, keçən ilin qəbuluna da düşmüşdü, səhv xatırlamıramsa. Gəlin bunu sizə əyani formada, Word-də də daha sərgəli versiyada göstərim. Sadəcə belə çəkməyimin məqsədi odur ki, deyə bilərsiniz ki, müəllim, axı bizə imtahanda belə deyək, deyə bilərsiniz ki, bizə imtahanda düşmür Word. Ona görə biz onu Word-də, daha doğrusu, yəni kompüterlə vermirik, biz onu orada necə bölə bilərik. Ona görə hər ehtimala əyani formada göstərdim. Deməli, deyirdi ki, ikinci və üçüncü sətrin bütün sütunları seçdi. Sonra gəldi, merge cell-ə kliklədi. Baxın, kliklədim, burada yarandı bir xana. Sonra 1, 2, 3, 4, 5. 5-ci sətrin birinci xanasına səhv əmrə kliklədim. 5-ci sətrin birinci xanasına gəldi, dedi ki, sən 5 dənə sütuna bölün 3 dənə də sətrə. Baxın, belə bir şey yarandı. Eyni şeyi ikinci üçün də eləyəcəm. Deyəcəm ki, 5 dənə sütuna böl, 3 dənə sətrə. Olacaq belə. Yəni, birinci sətirdə olacaq 5 dənə, 5 dənə, 5 dənə, 15 dənə. Burada cəmi bir xana olacaq, 16 dənə, 17, 18, 19, 15, 1, 15 də 1 yaranmışdı. Əgər səhv saymadımsa, yoxsa, 15, 1, 15 də 1 yaranmışdı. 30, 13, 19 gəlsəm, 49. Belə, yoldaşlar, bu da bizim 25 yanvarda keçirilən sınav imtahanımızın izahı. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Qəbul imtahanında hər birinizə uğurlar arzu edirəm. Sağ olun.